Afrikanın ənənəvi dinlərində də tanrılara qansız qurban növlərindən olan yemək niyazları edilirdi və Afrikalı insanın başına gələn pisliyə, kötülüyə, fəlakətə o hirsləri, öfkələri, qəzəbləri ucbatından o qəzəblənən tanrıların səbəb olduğuna inanırlardı və buna görə də hər pislik və ya fəlakət ilahi qəzəbə bir həmlədir, addımdır və bu ilahi bir cəza olaraq dəyərləndirilir. Ayrıca qıtlıq, salgın, xəstəlik, pandemiya, xəstəlik, kasıblıq və qəzalar belə daxil olmaq üzrə bütün fəlakətlərin zina, yaxın qohumlarla cinsi əlaqə, qadağaların pozulması və əhdi pozma kimi dini əxlaqi günahların səbəbi ilə verildiyinə inanılmaqdadır. Yəni günahkarsan, günahkar toplumun da cəzaları olaraq xəstəlik, salgın, fəlakətlər başına gəlir. Və bunun üçün də o ata ruhlarına və ya ilahlara yemək qurbanları verilməkdədir. Əllərində olanlardan indi nələri varsa yeməklər hazırlanır, qarğıdalı və yer alması qaynadılır. Xurma şərabı, bilirsiniz, danışmışdıq şərabda da, bu coğrafiyada xurma şərabı daha yaygındır. Xurma şərabı və ya pivə şərabı hazırlanır və özləri ilə birlikdə axşam yeməyinə qatılması üçün də qonşular dəvət edilir. Yəni topluca edilən bir yemək olacaqdır. Bir araya gələn bu insanlar bu yemək qurbanlarını daha öncə də özləri ilə bərabər yaşamış olan ölən yaxınlarına, yəni bərabər yaşayırlar, sonra ölüblər, o ölülərə və ruhlara və tanrılara təqdim edilir. Necə ki, bizə yemək yediyi ölülərin ruhuna dəysin, ruhuna cansız dəysin, Allah qəbul etsin və yaxud da deyiriksə, onlar da eyni şəkildə yeyərək, sanki onlar yemişcəsində onlara təqdim edilirlər. Və məsələn, Nigeriyalı İqbolar nə vaxt kola qozu qırsalar, mütləq özləri ilə bərabər yemək üzrə tanrı və ata ruhları dəvət edərlər. Yəni biz deyirik, ehsan olsun, ehsan kimi yeyirik, ehsan niyyətinə keçsin, onun kimi düşünə bilərsiniz. Və beləcə qurban təqdim edən şəxslər qurban səbəbi ilə məqsədlərinə çatacaqlarına, barış, sülh, nəşə, himayə və əmin-amanlığa, əmniyyətə qovuşacaqlarına inanırlar.